mən birincisi deyim ki, sən ki, hara gedirsən, get arxanca gələcəm. Qara izləyəcəm. Səni bir yerini Mənim də dəyişib. faxlarından biri də Zülfiyə xanımdır. Məkanı dəyişib, amma dünyanın harasında olursa olsun, adətən yaxşı ustanın, yaxşı həkimin, yaxşı müəllimin arxasıca deyirlər ki, lapizana da gedərəm. Doğrudan da elədir. Əgər siz də saçınızın qədrini bilməyirsiniz, necə belə qeyri-adi bir şey yaratdı. Faceline yaratdı Zülfiyə xanımın çolka hissəsinə və biraz zəhmət olsa başınızı yana verin. Arxa hissələri tündləşdirdik, zaten kəsim etmişdik və çolka hissəyə faceline atdıq və bu da nəticəmiz. Yəqin ki, razı qaldınız. Mən çox sevdim. Sizi o qədər çox istəyirəm ki, həmişə siz gələsiniz və sizin söhbətlərimiz ki var. Yəni necə deyim, o energiya söhbətidir. O energiyalarımız üst-üstə düşür deyə biz bir-birimizdən doymuruq. Bizim üçün bu vaxt azdır. Mən sizə elə o söhbət demişkən bir şey də deyim. Bugünə qədər 50 yaşım var, 50 dənə salonda olmuşam. Adi bayağı söhbətlər olub. Yeganə adamdır ki, intellektual səviyyəsi pik nöqtədədir. Və adamla söhbət elədikcə, bax, deyirsiniz də ki, əlimizdə kitab. Biz burada oturub elə şeylərdən danışırıq ki, bəzən unuduram ki, mən salondayam, mənim saç tutan mənimlə söhbət edir. Elə bilirsən ki, hansısa bir filosofla söhbət edirsən. Doğrudan da intellektual səviyyəsi güclü olan gənclərimizə çox ehtiyacımız var. Sanki çox sağ olun. Sağ olun. Yəni dünyanın harasına gedirsən get, gələcəm dalınca. Nə xoş ki, o dəyəri qazana bilmişəm siz tərəfdən. Yəni mənim üçün böyük fəxrdir, şərəfdir. Sizi kimi dəyərli bir insanın sözləri eşitmək sizi çox istəyirəm. Həmişə gözəllikdir. İnşallah o gün olsun ki, Ceyhanın xoş gündür, o qədər sizi gözəl hazırlayın, rəngliyim. Özündə qoşulub mənə gedəcək. İnşallah. Çox sağ olayım. Bu arada mən səni oğlum deyirəm, o da mənə mamaşır. Canım.